Salam müəllimlər və abituriyentlər. Bugün güvən 2025 hesablosu mərkəzi qaçma təcili C variantına baxırıq. Birinci sualda deyir ki, verilmiş radiusu çevrə üzrə bərabər sürətli hərəkətdə cismin xətti sürəti 100% artarsa, mərkəzi qaçma təcili necə dəyişər? Baxın, verilmiş radiusu deyir bizə. Əgər verilmiş radiusu deyirsə, deməli burada R sabitdir. Yəni R-in konstant olduğunu qeyd edirəm. Və deyir ki, xətti sürət 100% artıb. Bundan əvvəlki videolarda demişdim, 100% artmaq 2 dəfə artmaq deməkdir. Nəyə əsasən? Yəni 100-ün üstünə 100 gəlirsən, bölürsən 100-ə. 200 bölünsün 100 nəyə bərabər olur? 2-yə. Məsələn, tutaq ki, desə ki, sizə 200% artır. 200% artırsa, onda belə olacaq. 100 üstə gəlinsin 200 bölünsün 100. O da eləyir nə? 3 dəfə artır. Deməli, 200% olanda 3 dəfə artdı. Bu qaydanı bildiksə, deməli 100% artırsa 2 dəfə artır deməkdir. R-imiz də sabitdir. İndi R-in sabit qiymətində R var, xətti sürət var, bir də təcili istəyir. Hansı düsturda? A bərabər olur. V-nin kvadratı bölünsün R düsturu. R-in sabit qiymətində A ilə V kvadratik düzasıdır. Yəni, sürət 2 dəfə artırsa, kvadratı da deyə 4 dəfə artır olacaq. Sürət 4 dəfə artanda təcil də 4 dəfə artacaq. Çünki düz mütənasib asıdırlar bir-birindən. Sonra baxırıq ikinci suala. Çevrə üzrə bərabər sürətli hərəkətdə çevrənin radiusunu 4 dəfə, maddi nöqtənin xətti sürətini isə 2 dəfə artırdıqda təcil nəyə bərabərdir? Yenə düsturu qeyd eləmək istəyirəm. Görürük ki, A bərabərdir V kvadratı bölünsün R düsturuna əsasən həll eləyəcəyik. Bizə deyir ki, radiusu 4 dəfə artırırıq. Yəni R2 bərabərdir 4R1. Bugün niyə bu cür yazırıq? Baxın, əgər radiusumuz 4 dəfə artıbsa, yəni son qiymət 4 dəfə artıbsa, biz nə etməliyik? Başlanğıc qiyməti də mən 4-ə vururam ki, nə olsun? Bərabərlik ödənsin. Yəni, başlanğıc qiymət də 4 dəfə artmış olsun. Onda R2 bərabər oldu 4R1-ə. Sonra bizə deyir ki, xətti sürətdə 2 dəfə artıb. Yəni, V2 bərabərdir nəyə? 2V1-ə. Yerinə qoyub müqayisə eləyəcəm. Baxın, yazıram A1 üçün yazıram. Bir dəfə A1 bərabərdir. V1-in kvadratı bölünsün R1. V1-in kvadratı bölünsün R1 yazıram. Bir də A2 üçün yazıram. A2 bərabərdir. V2-nin kvadratı bölünsün R2. Bir-birinə bölürəm. A1-in A2-yə nisbəti bərabərdir. V1-in kvadratının R1-ə nisbəti. Amma V2-nin kvadratının yerinə nə qoyum? V2-miz çünki 2V1-ə bərabər olacaq. Onun yerinə yazıram 4V1-in kvadratı. R2-nin də yerinə 4R1 qoyuram. İxtisarlar gedir. R-lər də ixtisar gedir. A1 bərabər oldu A2-yə. Nə olacaq? Deməli, cavabımız olduğu dəyişməz. A variantı. Sonra üçüncü suala baxırıq. Sabit radiuslu çevrə üzrə hərəkət edən cismin dövrətmə tezliyini 100% artırdıqda onun bucaq sürəti və mərkəzi qaçma təcili necə dəyişər? Baxın, sabit radiuslu deyir deyə nə etməliyik ilk öncə? R-in konstant olduğunu qeyd edirik. Deməli, bizim elə bir düsturumuz olacaq ki, orada R olsun. Və bizə deyir ki, tezliyi 100% artırmaq. 100% artırmaq, bundan əvvəlki sualda qeyd elədik ki, 2 dəfə artmaq deməkdir. Yəni, tezlik 2 dəfə artıb. Buradan qeyd edirəm ki, N2 2N1-ə bərabərdir. Və bizdən soruşur bucaq sürəti, xətti sürət və mərkəzi qaçma təcili. Bucaq sürətinin düsturu omega bərabərdir, 2pi-nə bərabərdir. Baxın, bucaq sürətimiz omega bərabərdir, 2pi-n. Buradan baxıram ki, bucaq sürəti bizim omeqamızla düz mütənasib asılıdır. Ona görə də omeqamız əgər bucaq sürətimiz tezliklə düz asılıdır. Tezliyimiz 2 dəfə artırsa, bucaq sürəti 2 dəfə artır. Xətti sürətin düsturu V bərabərdir 2pi-r-n-dir. 2pi-r-n-dir. Yenə V ilə N düz asılıdır. R-in sabit qiymətində N 2 dəfə artırsa, V də 2 dəfə artacaq. Deməli, bucaq sürət də 2 dəfə artır. Xətti sürət 2 dəfə artır. Təcilin də düsturu bununla olan A bərabərdir 4pi-nin kvadratı. R N-in kvadratıdır. Baxıram ki, təcil tezliklə kvadratik düzasıdır. Yəni, tezlik 2 dəfə artırsa, burada 4 dəfə artacaq. Deməli, 2 dəfə artar, 2 dəfə artar, 4 dəfə artar olacaq A variantı. Sonra baxırıq 4-cü suala. Verilmiş radiuslu çevrə üzrə hərəkətdə dövrətmə tezliyinin mərkəzi qaçma təcilinin asılılığa. Baxın, verilmiş radiuslu deyirsə, deməli R olacaq o düsturda. A-nın N-dən asılılığı deyirsə R, A, N.
Hansı düsturda A bərabərdir 4pi-nin kvadratı n-in kvadratı düsturudur. R-in sabit qiymətində A ilə n bir-biri ilə kvadratik düz asıdır. Baxın, desə ki, bizə A n-dən necə asıdır? Deyirsiniz ki, kvadratik asıdır. Amma bizdən soruşur n A-dan necə asıdır? Baxın, buradan n-i tapanda n bərabər olur kök altında. Ən sadə yolu bunun qarışdırmamaq üçün n tapırsınız. N bərabər olur kök altında A bölünsün 4pi-nin kvadratı ilə. Buradan görürük ki, n ilə A kök altı asıdır. Yəni kök altı asılığın qrafiki hansıdır? A variantı olacaq. Baxın, yadınızda saxlayın. Əgər A-nın n-dən asılığını istəsə, n-in kvadratıdır deyək. Bizə əsas maraqlandıran A-dır. A-nın başında 2 yoxdur, yoxdur. Deməli, A n-dən kvadratik düz asıdır. Amma bizdən n-i istəyir deyə n heç nə olmalı deyil yanında və üstündə, yəni başında. N-i sadələşdiririk. Avtomatik nə etməliyəm n sadə? Hər tərəfə kök altına almalıyam. Onda n-in kvadratı gedir, digər tərəf kök altına düşür. Yəni A kökün altında olur, o da kök altı asılı olacaq. Ümid edirəm ki, anlaşıldı. 5-ci suala baxırıq. Aşağıdakı qrafiklərdən hansıları çevrə üzrə bərabər sürətli hərəkət üçün doğrudur? Deməli, çevrə üzrə bərabər sürətli hərəkətdə A omega ilə deyil, kvadratik asıdır. Ola bilər, çünki A-nın R-in sabit qiymətində omega kvadratı R düsturu var. Bəli, A omega ilə kvadratikasıdır. Bir düzdür. Omega bəli, omega t-dən ümumiyyətlə çevrə üzrə hərəkətdə bucaq sürəti, period və tezlik zamandan asılı deyildir. 3-cü sual deyir R-in sabit qiymətində V n-dən düz asılıdır. V bərabərdir 2pi R n düstur. Bəli, R-in sabit qiymətində bu da düz oldu. 4-cü sual deyir ki, V-nin sabit qiymətində A ilə R tərs asıdır. A bərabərdir V kvadrat bölünsün R-ə görə. Bəli, V-nin sabit qiymətində A ilə R tərs asıdır. 4 də düzdür. 5-cidə deyir ki, omega t-dən yox. Bu ikinciyə baxın, orada qeyd eləmişik. Bucaq sürəti çevrə üzrə hərəkətdə zamandan asılı deyil. 1, 2, 3, 4 olacaq A variantı. Sonra baxırıq 6-cı suala. Maddi nöqtənin çevrə üzrə bərabər sürətli hərəkətlərində mərkəzi qaçma təcilinin bucaq sürətinin asılılıq diaqramı verilmişdir. Hansı nöqtə çevrənin radiusunun ən kiçik qiymətinə uyğundur? Baxın, A-nın, omeganın və bizdən radiusun qiymətini tap deyir deyə üçünün bir yerdə olduğu düsturu yazıram sizin üçün. Hansı düsturdur? Omega kvadratı R düsturudur. Buradan baxıram ki, mənim radiusum təcilimlə düz asıdır, çünki bərabərliyin fərqli tərəfindədirlər. Amma bucaq sürətimdən tərs asıdır. Niyə görə? Çünki eyni tərəfdədirlər və bir-birinə hasildirlər. Ona görə də əgər bizdən radiusun ən kiçik qiymətini istəyirsə, A-nın ən kiçik, omeganın isə ən böyük qiymətini tapacam. A-nın ən kiçik qiyməti bilirsiniz də bu istiqamətdə, yəni yuxarı qalxdıqca neyinir? Artır. A-nın ən kiçik qiyməti onda sıfıra daha yaxın olan. Baxın, 1 və 4. 1 və 4 A-nın ən kiçik qiymətidir. Sonra bizə lazımdır A-nın ən kiçik, omeganın ən böyük qiyməti. Omega da bu istiqamətdə artır deyə, yəni bu tərəflərdə olan. Baxın, 4 ilə 3-də omeganın ən böyük qiymətidir. Ortaq nöqtə hansı oldu? 4. Deməli, cavabımız olur 4. Sonra baxırıq 7-ci suala. Maddi nöqtənin çevrə üzrə bərabər sürətli hərəkətlərində xətti sürətin bucaq sürətindən asılılıq diaqramı verilib. Hansı nöqtə təcilin ən böyük qiymətinə? Baxın, A-nın, omeganın və V-nin olduğu düstur hansıdır? A bərabərdir omega V. Yenə bizdən təcili istəyir deyə baxıram ki, təcil həm omega ilə, həm də sürətlə düz asıdır. Yəni, onda təcilin ən böyük qiyməti deyəndə biz həm omeganın, həm də sürətin ən böyük qiymətini seçəcəyik. Baxıram ki, mənim sürətimin ən böyük qiyməti hardadır? 2 ilə 3-dür. Bucaq sürətimi də bu istiqamətdə artır. Bunun da ən böyük qiymətləri yenə 3 ilə hansıdır? 3 ilə 4-dür. Baxın, 3 ilə 4-dür ən böyük. Ortaq olan hansı oldu? 3. Cavabımız olacaq 3, C variantı. Sonra baxırıq 8-ci suala. Rəngarəng həll oldu bugünkü həllimiz. Çevrə üzrə bərabər sürətli hərəkətlərdə xətti sürətin çevrənin radiusundan asılılıq diaqramında hansı nöqtəyə uyğun mərkəzi qaçma təcili ən kiçikdir? Yenə A-nın, V-nin, bu rəngi dəyişək, biraz görünmür. A-nın, V-nin və R-in hansı düsturda? A bərabərdir V kvadrat bölünsün R. Burada təcilimiz sürətlə düz radiusdan tərs asıdır. Yəni, təcilin ən kiçik qiymətində sürət də ən kiçik olacaq, amma radius ən böyük olacaq. Biz sürətin kiçik, radiusun böyük qiymətini axtarırıq. Sürət bilirik bu istiqamətdə artırsa, deməli, ən kiçik qiymət bu tərəfdədir, 4 və 3-dür. Radiusun isə ən böyük qiyməti
Hansı olacaq? Radius da bu tərəfdə artır. Ən böyük qiymət gəlir 2 və 3-ə. Ortaq olan nə oldu? 3. Deməli cavabımız olacaq 3. Sonra 9-cu suala baxırıq. O da eyni tipli görünür. Çevrə üzrə bərabər sürətli hərəkətdə bucaq sürətinin çevrənin radiusundan asılılıq diaqramında hansı nöqtə təcilin ən böyük qiymətidir? Yenə təcilin, bucaq sürətin və radiusun üçünün bir yerdə düsturu hansıdır? A bərabərdir omega kvadratı R düsturudur. Buradan məndən istəyir təcilin ən kiçik qiyməti. Təcilin ən kiçik qiymətini istəyirsə omega ilə R ilə düz asılı deyə omeganın da R-in də ən kiçik qiyməti. Baxın bizə də omeganın kiçik qiyməti lazımdır. R-in də kiçik qiyməti lazımdır. Omeganın ən kiçik qiyməti omega bu tərəfə getdikcə artır. Kiçik qiymətlər onda 4-dən 3-dür. Sonra baxıram radiusun kiçik qiyməti. Radius da bu istiqamətdə gedəndə artır. Bunun ən kiçik qiyməti 1 ilə 4-dür. Ortaq olan nə oldu? 4 nöqtəsi. Deməli cavabımız olur 4. D variantı. Sonra baxırıq hansı suallara? Baxırıq 10-cu suala. Maddi nöqtənin çevrə üzrə bərabər sürətli hərəkətlərində mərkəzə qaçma təcilinin dövrətmə tezliyinin asılılıq diaqramı verilib. Hansı nöqtə çevrənin radiusunun ən böyük qiymətinə aiddir? Baxın, radiusu və təcili və tezliyi verib. Hansı düsturda? A bərabərdir. Deməli, 4pi-nin kvadratı n-in kvadratı. Baxıram ki, məndən radiusun ən böyük qiyməti. Radiusum tezliklə tərs, təcillə düz asıdır. Yəni, radiusun ən böyük qiyməti deyəndə biz təcilin ən böyük qiymətin, tezliyin ən kiçik qiymətini tapacağıq. Təcilin ən böyük qiyməti, təcil bu istiqamətdə gedəndə artırdı. Ən böyük qiyməti 1 və 2-dir. Bizə tezliyin kiçik qiyməti lazımdır. Tezlik də bu tərəfə doğru artır deyə mən sıfıra tərəf yerlərə, nöqtələrə baxacağam. Ortaq olan nə oldu? 1. Deməli cavabımız olur 1. A variantı. 11-ci suala baxırıq. Radiusları R1 bərabərdir R, R2 bərabərdir 9R olan çevrələr üzrə bərabər sürətlə hərəkət edən iki maddi nöqtənin təcilləri modulca bərabərdir. Aha. Baxın, təcillər bərabərdir. Yəni A1-imiz bərabər olacaq A2-yə. Deyək, periodlar necə dəyişər? A-nın, R-in və T-nin üçünün bir yerdə olduğu düsturu yazıram. 4pi-nin kvadratı R bölək T kvadratı. Məndən periodu istəyir deyəm. Gəlin bu düsturdan periodu tapaq. Periodu tapanda T kvadratı bərabər olur nəyə? 4pi-nin kvadratı R bölünsün A. T-ni də kök altına salanda kök altında 4pi-nin kvadratı R bölünsün A olacaq. Vəssalam. Bildik ki, T-miz 4pi kvadratı R bölək A-dır. İndi T1 və T2 üçün bunları yazıram. T1 üçün yazıram kök altında 4pi-nin kvadratı R1 bölünsün A1. T2 üçün yazanda isə kök altında 4pi-nin kvadratı R2 bölünsün A2. Bir-birinə bölürəm. Tərəf-tərəfə böləndə T1 böl T2 bərabər olur. Bir kökə salıram hər iki ifadəni. 4pi kvadratlar ixtisar gedir. R1-imizin qiyməti R-dir. Yerinə qoyuram. A1-imizin qiymətini verməyib və deyir ki, A1 A2-yə bərabərdir. Yəni, hər ikisini məsələn A deyirəm. A1 A2 o da A-ya bərabərdir. Bura A qoydum. Sonra R2-imizin qiyməti nə qədərdir? O da 9R-dir. 9R bölünsün A2-də A2-nin də qiyməti elə A-ya bərabər oldu. Da qalxır yuxarı. İxtisar gedir, qalır 9-da 1, ondan da çıxır 3-də 1. Tənasüb kimi həll eləyəndə T2 bərabər olur 3T1-ə. Cavabımız olur T2 bərabərdir 3T1, o da B variantı olacaqdır. 11-ci sualda belə. 12-ci suala baxırıq. Diaqramda göstərilən nöqtələrə uyğun gələn tezlikləri tapın. Baxın, tezlik A bərabərdir. Yəni A, R, N-in olduğu düstur budur. 4pi kvadratı, R, N kvadratı. Bizdən tezliyi istəyirdi. Gəlin bu düsturdan tezliyi tapım. N bərabər N kvadratı bərabərdir. A bölünsün 4pi kvadratı R. Bu pi. Deməli, buradan bir də yazsam, N-in kvadratını biz təyin elədik ki, A bölünsün 4pi-nin kvadratı R-ə bərabərdir. İndi bizdən A-nın R-dən asılılıq qrafikini verib. Baxın, bu iki xətlərdən həm bu xətdən, həm də buradan bir aşağı perpendikulyar eləyirəm. Buranın alfa bucağı kimi qeyd edirəm. Birinci düz bucaqlı üç bucağımız budur. Baxın, birinci düz bucaqlı üç bucağımız budur. Burada da bir alfa bucağı var. Sıfırın yanında. Baxıram ki, 1 ilə 2
eyni xəttin üzərindədir. 1 ilə 2 eyni xəttin üzərindədirsə, deməli n1 n2-yə bərabərdir. Belə çıxır ki, bu n3 ilə n4 də eyni, 3 ilə 4 də eyni xəttin üzərindədir. n3 bərabərdir n4-dür. Amma necə bilək ki, hansı bərabərlik bir-birindən böyükdür və yaxud da kiçikdir? Baxın, bucaqlara baxsam, bu hissəni təmizləyə bilsəm bircə dəqiqə. Burası bizə aydın oldu ki, n1-in n2-yə bərabərdir. Bir də n3-üm n4-ə bərabərdir. Bu hissələr bizə aydın oldu. Bir də bucaqlar hissəsinə baxmaq istəyirəm ki, baxın, bir bucağımız bu bucaqdır. Baxın, bu bucaq. Bir bucağımız da burada n3-dən n4-dən gələn bucaqdır. Bucaqlara görə baxsaq bizim üçün daha yaxşıdır. n3 ilə n4 olan bucaq nədir? Daha kiçikdir. n1, n2 bucağı isə daha böyükdür. Deməli, baxanda onda bucaq harda böyükdürsə, tezliklər də orada böyükdür. Onda belə olacaq ki, n1 n2-yə bərabərdir və onlar böyükdür. Nədən? n3 bərabərdir n4-dən. Cavabımız olacaq D variantı. Sonra baxırıq 13-cü suala. Verilmiş trayektoriya boyunca sabit sürətlə hərəkət edən cismin mərkəzə qaçma təcilləri arasında aşağıdakı münasibətlərdən hansılar doğrudur? Deməli, radius R3 böyükdür R1, böyükdür R2. Radiusları da verib. Deməli, R3-ün radiusu daha böyükdür. Təcilləri müqayisə elə deyir. Və deyir ki, sabit sürətlə hərəkət edir. Yəni, deyir ki, V konstantdır, yəni sabitdir. V-nin konstant olduğu halda düsturumuz onda nə olacaq? A bərabərdir V kvadrat bölünsün R düsturu olacaq. Axı biz demişdik, A-nın, V-nin və R-in birlikdə olduğu düstur A bərabərdir V-nin kvadratı bölünsün R düsturudur. Buradan baxıram ki, V-nin sabit qiymətində A-la R tərs mütənasib asılıdır. Yəni, R harda ən böyükdürsə, təcil orada ən kiçikdir. Onda deməli, A3 təcili kiçik olacaq A1 təcilindən, o da kiçik olacaq A2 təcilindən. A3 kiçikdir. Yəni, belə deyək, A2 böyükdür A1, o da böyükdür A3, o da olacaq B variantı. Sonra 14-cü suala baxırıq. 14-cü sualda deyir ki, maddi nöqtə göstərilən trayektoriya boyunca modulca sabit sürətlə hərəkət edir. Trayektoriyanın verilmiş nöqtələrinə uyğun nöqtələrində onun mərkəzi qaçma təcilinin qiymətləri arasındakı münasibəti təyin edin. Yenə, baxın, sabit sürətlə hərəkət edir. A bərabərdir V kvadratı bölünsün R düsturudur. Bu düsturdan da bildirim ki, A ilə R-imiz tərs asıdır. Yəni, A-nın A-B-yə nisbəti bərabər olacaq R-B-nin R-A-ya nisbəti. Tərs asılı yazdım. R-B-mizin qiyməti nə qədərdir? Baxın, R. R-A-mızın qiymətini isə 2R verib. O da eləyəcək 2-də 1. Tənasüb kimi vuranda tapıram ki, AB bərabərdir 2AA-ya. AB bərabərdir 2AA-ya. Baxın, C variantı oldu. Sonra 15-ci suala baxaq. Maddi nöqtənin çevrə üzrə sabit 60 metr/saniyə sürətlə, yəni V-miz 60-dır, qeyd eləyirəm. Hərəkət edir. Radius vektor T bərabərdir 2 saniyə ərzində 30 dərəcə dönür. Fi 30 dərəcədir. Təcil nəyə bərabərdir deyir? A bərabərdir sual. İlk öncə gəlin fi-ni pi-yə çevirək. Yəni 30 dərəcəni pi-yə çevirək. 30 vurulsun. Vururuq pi-yə, bölürük 180-ə. Burada alırıq pi bərabərdir 6. Deməli bizim fi-miz 6-ya bərabərdir. Fi 6-ya bərabərdirsə, onda nə edə bilərəm? Omeqanı tapa bilərəm da, elə deyil. Omeqanı tapsam əgər, oradan V ilə təcil tapa bilərəm. Omega da bərabərdir fi böl T-dir düsturumuz. Yəni, pi bölünsün. Pi-ni də 3 verib. 3 bölünsün 6 nə eləyir? 2-də 1. 1 bölünsün 2 vurulsun. T-mizin qiyməti 2-dir. 4-də 1 aldım. Bucaq sürətimi aldım 4-dən 1. Bucaq sürətin 4-də 1-dirsə, təcilimdə omega V-dir düstur. Omega vurulsun V. Yəni, 4-dən 1 vurulsun. V-miz də 60-dır. 60 bölünsün 4, 15. Cavabımız eləyəcək 15 metr/saniyənin kvadratı. 16-da D. 17-də çevrə üzrə 10 metr/saniyə sabit sürətlə hərəkət edən A nöqtəsindən B nöqtəsinə 1,5 saniyə ərzində gəlir. Cismin mərkəzə qaçma təcilini hesablayın.
Deməli, baxın, bizə sürəti verib, omeqanı verib, yəni V-ni verib, təcili istəyir. Başqa da bir də zamanı verib. Mən buradan A-dan B-yə əgər bu cisim 1,5 saniyəyə gəlirsə, bu o deməkdir ki, bu çevrənin 4-dən 1-in 1,5 saniyəyə gəlir. Bəs tam çevrə neçə saniyəyə gəlir? Bu tam çevrədə ümumi 4 hissədən ibarətdir da. Onda 4 vurulsun 1,5 yazım görüm. Bu bir xananı məsələn bu qədər hissənin 1,5-ə gəlirsə, 4-dən əlsin nə qədərə gələcək? O da eləyir 6. Deməli, period 6 saniyədir. Bilirik də 1 tam dövrə sərf olunan zaman, yəni məsələn buradan gəlib bura gəlirsə, 1 tam dövrə sərf olunan zaman nədir? Periodda da 6-dır. Deməli, T bərabərdir 6 olduğunu tapdıq. T-nin 6 olduğunu bildiksə, avtomatik biz bucaq sürətini tapa bilərik də. Omega bərabərdir 2 pi bölünsün T. Yəni 6. Pi-nin qiyməti 3-dür. 2 vurulsun 3 bölünsün 6, 1. Bucaq sürətin 1-dir. Bucaq sürətin 1-dirsə, düsturum da A bərabərdir omega V-dir. Yəni 1 vurulsun 10 nə eləyəcək? 10. O da eləyəcək A variantı. Baxın, 1 vurulsun 10, 10 eləyir. O da A variantı olur. 16-nın cavabı. 17-ci suala baxırıq. Müxtəlif radiuslu çevrələr üzrə eyni xətti sürətlə hərəkət edən maddi nöqtənin dövrətmə periodunun çevrənin radiusundan asılılıq qrafiki verilib. A nöqtəsi A radiuslu çevrəyə uyğun maddi nöqtənin təcili nə qədərdir? Deməli, biz baxaq görək, baxın, bu nöqtədə bunun təcili nəyə bərabərdir? Onu tapaq. Birlikdə çevrə üzrə hərəkətdə təcil sabit olacaq. Təcili nəyə görə tapsaq? Baxın, buradan A nöqtəsindəki təcili tapsaq, A bərabərdir 4 pi-nin kvadratı R bölək T kvadratıdır. A bərabərdir. İndi buradan A-nı tapıram. 4 vurulsun, pi-nin kvadratını verməyib, amma 3 verib. Pi vurulsun 9, vurulsun R-imiz 1-dir, bölünsün T-imiz 2-nin kvadratı 4-dür. Buradan tapıram 9. Deməli, burada təcilin 9-dur. A nöqtəsində radiusum yoxdur. Amma deyir ki, eyni xətti sürətlə hərəkət edir. Buranı oxumamışam. Müxtəlif radiuslu çevrələr eyni xətti sürətlə. Gəlin onda eyni xətti sürətlə olursa, gəlin sürət düsturu ilə gedək. Baxın, V bərabərdir 2 pi R bölünsün T-dir. Yəni 2 vurulsun, 3 vurulsun, bu nöqtə üçün tapıram, bunlar üçün. Vurulsun 1, bölünsün T-imiz 2-dir. Bu da ixtisar edir 3. Deməli, burada sürətim 3-dürsə, deməli, burada da sürətim 3-dür. Çünki mənə deyir ki, eyni sürətlə hərəkət eləyirlər. Sürət dəyişmir. İndi bu nöqtədə də yenə məndən nə istəyir? Çevrənin təcilini istəyir. A radiuslu çevrəyə uyğun. Gəl onda buradan yenə V bərabərdir 2 pi R bölünsün T-yə əsasən R tapaq. Görün, bu A-dakı R nəyə bərabər? Sonra təcili taparam. R-A bərabərdir V vur T bölünsün 2 pi. V-imiz nə qədər oldu? 3 tapdıq. T-imiz bu nöqtədə 4-ə bərabərdir. Bölünsün 2 vurulsun 3. Bu da 2 eləyir. Deməli, R-A-da, baxın, bura 2-dir. Bura 2-dirsə, onda yenə A bərabərdir omega kvadratı R-dən tapa bilərikmi? Yox, omegamız bəlli deyil. Bir də neyinirik onu tapıb? V kvadratı bölü R-dən tapa bilərik amma. A bərabərdir V kvadrat bölü R. Onsuz da V-imiz var. Nədir? 3-dür. Onda kvadratı 9 eləyir. 9 bölünsün 2 nə eləyəcək? R-də 2 tapdıq axı. 4 onda 5. Cavabımız olur 4,5 A variantı. Biraz uzun çəkən tapışırıqdır əslində. 18. Uyğunluğu müəyyən edin. 3 tamamdan 9 tamama qədər. 3-dən 9-a qədər deyir. 1 dəqiqə əqrəbi nə qədər dövr edir? Baxın. Saat 3-dən saat 9-a kimi çevrənin neçəsi? Elə ki 3-də çevrənin 4-də 1 idi, gəlib 4-də 3-ünə. 4-də 2 qədər dövr eləyib. Yəni 2-də 1 qədər dövr eləyib. Dəqiqə əqrəbi amma. Elə bil ki, dəqiqə əqrəbi saat 3 tamamdan 9 tamama qədər. Yəni bura qədər. Dəqiqə əqrəbi nə qədər? 6 tam dövr eləyib. Saniyə əqrəbi nə qədər dövr eləyib? Saniyə əqrəbi də elə bilin ki, 3-dən 9-a gəlibsə 6 saatdır. 6 saatda da dəqiqə əqrəbi elə bil ki,
bir dəfə dövr eləyəndə 1 saat olur. Bunun 6 saat olması üçün 6 dəfə dövr eləməlidir də. Ona görə də 1-ə C-dir. Əgər bu 6 saat olubsa, saniyə əqrəbi də bir dəfə dövr eləyəndə 1 dəqiqə eləyir. 6 saat üçün neçə dəqiqə lazımdır? Yəni 60 vurulsun 6-dır da. Bu da eləyir 360. Y variantı. Saat əqrəbi də bir dəfə dövr eləyəndə olur 1 saat. Eləmi? Saat əqrəbi də bir dəfə dövr eləyəndə 1 saat olur. Bir şey saat əqrəbi də tam yarısı olur da. Ki 1 saat əqrəbi yox, dəqiqə əqrəbi bir dəfə dövr eləyəndə 1 saat olur. Saat əqrəbi bir dəfə dövr eləyəndə 12 saat olur. Bu da 6 dövr eləyibsə, deməli yarısını gedib də. 12-nin yarısını gedib, yəni 2-də 1-in. O da eləyəcək B variantı. B variantı. Biraz sualın şərtini anlamaqdıq birinci dəfə, sonra çözdük. 19. Verilmiş radiuslu çevrə üzrə saat əqrəbi istiqamətində bərabər sürətlə hərəkət edən cismin fırlanma periodu 8 saniyədirsə, K nöqtəsindən keçəndə onun müxtəlif saniyələrdə təcilini hesablayın. Yaxşı. Baxın, ümumi period 8-dirsə, deməli bu ümumi 4 dənə hissəsinin hər birinin 8, yəni hamısının ümumi 8-ə gəlib. Onu da 4-ə böləndə 2 düşür. Deməli bu cisim hər hissəni 2 saniyəyə gəlib. Buranın da 2, buranın da 2, buranın da 2 saniyəyə gəlib. Bax bu cisim. Demək ki, onda K nöqtəsində olanda saat əqrəbi istiqamətində gəlir, yəni bu tərəfə gəlir. K nöqtəsindən keçəndən sonra ikinci saniyədə, baxın, K nöqtəsindən gəlir 1 saniyə, ikinci saniyə bura düşür. İkinci saniyədə bu cismin sürəti bu tərəfədir, periodu təcili bu tərəfədir. Təcil bu tərəfə olacaq C variantı. Baxın, onda deməli 1-ə oldu C. 2 4-cü saniyə. 4-cü saniyə gəlir düşür bura. Çünki 1 saniyə, bir də 2 saniyə. 4-cü saniyədə təcil bu tərəfə yönəlir. Çevrənin mərkəzinə doğru yönəlir axı mərkəzi qaçma təcili. Harda olur olsun, o da Y variantına uyğundur. 2Y. 3 6-cı saniyə. 2 4, bu da 6-cı saniyə gəlir düşür bura. Burada da təcil yuxarıdan aşağı yönəlir. O da nəyə? B variantı olur. C, Y, B. Sonra 20-ci suala baxırıq və sonuncu sualdır. Maddi nöqtənin çevrə üzrə bərabər sürətli hərəkətlərində xətti sürətin bucaq sürətindən asılılıq diaqramı verilib. Verilmiş nöqtələrə uyğun təcilləri müqayisə edin. Baxın, omega var, V var, təcili istəyir. Hansı düstur olar? A bərabərdir, omega vuraq V. Bizdən təcili istəyir. Baxın, 1 və 2 nöqtələri, bir də 3 nöqtəsi var. 1 və 2 nöqtəsinə baxsam, omegamla V-im necə asılıdır? Bir-birindən tərs mütənasib asılıdır. Qiymətlər qoysaq baxırıq ki, tutaq ki, bura olsun 1, bura olsun da 1, bura olsun 2, bura olsun yenə 2. A1-in təcilini tapıram, baxın. 1 vurulsun 1, 1. A2-nin təcilini tapıram. Bura 2-dir. 2 vurulsun 2, 4. A3-ün təcili nəyə bərabər olar? A3-ün təcilindən baxıram. 2 vurulsun 1. Bu da 2. Bizdən istəyir nəyi? Azalansa ən böyük hansı oldu? A2 ən böyük oldu. Çünki qiyməti 4-dür. Sonra A3 ən böyük oldu. Çünki qiyməti 2-dir. Ən kiçik oldu A1. Deməli A2, A3, A1 sırası ilə gəlməlidir. Belə olan halda ən yaxşı variant yerinə qiymət qoymaqdır. Əgər bəyəndinizsə kanala abunə olub bəyənməyi unutmayın.